O ki qaldı son günlərin belə deyək də ulduz futbolçusuna Emin Səfərov. Yəni həqiqətən də belə futbolçuları görəndə Azərbaycan futbolu üçün çox sevinirəm. Məsəl üçün Emindir, sabahda çıxış eləyən Xəyaldır. Yəni belə futbolçulara mütləq ehtiyacımız var Azərbaycan futbolçu olaraq. Çünki bu futbolçuların müəyyən özəllikləri var ki, hansı ki o futbolumuzda olmayan özəlliklərdir. Yəni ona görə məncə belə futbolçuların çıxışı, artırması, yəni mən çox sevinirəm o futbolçuların adından ki, çünki Emin Səfərovda nə var hal-hazırda Azərbaycan futbolunda olmayan xarakterdən əlavə biz nəyi vurğuluyuruq? Deyirik ki, Azərbaycan futbolunda orta xətt, mərkəz, yarım müdafiəçilərinin ən böyük problemlərindən biri odur ki, alıb yanına verir, yanına verir. Topdan qaçır. Amma Emirdə bu fərqliliklər var. Topu apara bilir, o üçüncü zonaya girə bilir, dribling eləyə bilir, qol pası verə bilir. Yəni hər tərəfli bu futbolçu, bilirsiniz, o Modric'in cavanlığı var. Elə bir tipdə bir futbolçudur və onun mütləq inkişaf elətdirmək lazımdır. Və görünən odur ki, Verindub bunu artıq toxunuşunu eləyib bu futbolçuya. Yəni ona görə belə futbolçulara mütləq və mütləq belə deyək də əl üstündə saxlamaq lazımdır. Həqiqətən də belə futbolçulara bizim ehtiyacımız var Azərbaycan futbolu olaraq. Çünki gəlmir futbolçu, qardaş. Vallahi gəlmir. Yəni heç kim xətrinə dəyməsin. Mən 1-ci liqada, 2-ci liqada işləmişəm, yəni baş məşqçi olaraq da. İnandırım sənə, bəlkə də o liqalarda oynayan 100 futbolçu, 200, 500 futbolçu varsa, onun 10 dənəsi bu günləri əsas liqaya namizəddir. Yəni hələ 10 dənə çoxdur. Razıyam. Emil Səfərovdan bağlı deyirsən. Emil Səfərova görə Neftçi komandası təzminat ödəyib, Qəbələdən gətirmişdi. Samir Abbasovun dönəmində ehtiyatda qalırdı, Qriqorçukun dönəmində ehtiyatda qalırdı. Və müəyyən iddialar var ki, bu futbolçuya niyə pul ödənib, bu futbolçu niyə gətirilib. Mən hətta onda da deyirdim, bizim Sözüm Var layihələrində də bu fikirlərim qalır YouTube platformasında, kanalımızda. Bildirirdim ki, bu futbolçu oynamalıdır ki, özünü göstərə bilsin. Bu adama lazım olan şans, vaxt verilmir. O da nə limitin mən ləğvini ən çox niyə qarşı çıxıram? Belə məsələlərə görə. Sesi Almeida Samir Abbasovun dönəmində gətirilmişdi, birbaşa Samir Abbasovun istəyi ilə. Bu adam israrla biz deyirdik ki, Emil Səfərov Almeidadan yaxşı futbolçudur. Amma Almeida legioneridir deyə əsas heyətlidir. Daha çox maaş alırdı deyə əsas heyətdə yer alırdı. Yaxşı oynasa da, zəif çıxış etsə də. Buna görə Yuri Verindub'a mən şəxsən alqışlayıram bu qərarın ki, gələndən sonra Emil Səfərova ilk vaxtlardan şans verir. Əsas heyət gözü ilə baxır. Emil də ümidləri doğruldur, dayanmamalıdır, davam etməlidir. Hələ yolun başlanğıcındadır. Bu şəkildə, bu istəklə davam etsə, düşünürəm ki, Neftçinin əsas heyət üzvlərindən birinə çevrilə bilər.